Qəza namazları vacibdir. Bəli, müsəlman olan şəxs üçün qəza namazı vacibdir. Amma bir şəxs ki, İslamda olmayıb, sonradan İslama üz gətirib, bəli, onun üçün qəza namazı yoxdur. Amma müsəlman olan şəxs üçün isə qəza namazı var. Qəza namazının niyyəti, məsələn, sübh namazının qəzasını qıllam, qurbətən iləllah. Qəza namazının zamanı, günün istənilən vaxtında qəza namazlarınızı qıla bilərsiniz. Deyirlər, sübh namazının qəzası yoxdur. Bu nə dərəcədə doğrudur? Xeyr, bütün gündəlik namazlarının qəzası var. Bunların içərisində sübh namazı isə daha çox önəmlidir. Azan və iqaməni demək qəza namazlarında şərtdir, xeyr, müstəhəbdir, savabdır. Desəz, əla, gözəl, deməsəz, heç bir eybi iradı yoxdur. Qəza namazlarını oturan halda qıla bilərəm. Əgər normal halda adi gündəlik namazlarını ayaq üstə qılırsınızsa, gərək qəza namazları da ayaq üstə qılasınız. Qəza namazlarının sayını bilmirəm, necə hesablayım? Məsələn, 10 illə 9 il arasında qalmışsınız. Elə 9 ili seçsəz kifayətli və düzgündür. Elə bir əməl var ki, onu yerinə yetirməklə bütün qəza namazlarım silinsin. Xeyr, heç bir əməl yoxdur. Gərək qəza namazlarının özünü yerinə yetirəsiniz.